Sadəcə bu məsələ nəyə yaxşı oldu? Biz qardaşlara deyəndə qardaşlar qəbul eləmir bəziləri. Elə bilirlər ki, onlar eşitməyiblər o özündən, məsələn. Çünki onlar nəyə istinad edirlər? Adillər edir. Deyir ki, baxın, 3-4 min dənə, milyon dənə kasetim var, 5 milyon dənə xütbəm var. Mən harada bu sözü demişəm? Onlar çünki belə ayrı şey danışırlar. Amma aşkarda, cəmaata ayrı şey danışırlar. Ona görə onlar istinad edirlər nəyə? Deyirlər, zapislərə deyir. Zapisi gətirir, zapis hansı dərsdə mən demişəm belə. Dərsdə sən onu demirsən açıq aydın. Amma belə təklikdə sən onu deyirsən. Aydındır. Ona görə onlar istinad edirlər. Sadəcə bir-iki dənə danışıq kiməsə göndərib, orada açıq aydın rahat danışırdı. Açıq aydın. Çıxıb üzə. O birisi də şey deyəndə deyirdi ki, kişi yanında baş kəsərlər zat. Yəni, demişəm, bu şey deyərlər. Aydındır, zapisdə bunlar birinci kütləyə, zapisdə belə şeylər danışmırlar. Ona görə o deyir ki, zapis gətirin mənə, zapis gətirin. Şahidlər hamısı şeydir, 15 manatlıq zat belə təhqirli. Ona görə qardaşlar, yəni, tərk edin onları, tərk edin bəs olan. Onlar xavarişdir. Onlar xavarişdir, onlar gizlin xavarişlərdir. Aydındır? Yəni.